Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Səhər-səhər oyanmışıq. Saat 7-də oyandıq. Uşaqlar dərsə hazırlaşır. Mən də onlar üçün biraz bilinçli hazırladım. Yesinlər, dərsə yola salım getsin. Mən də keçəcəm işlərimi görməyə. Və belə qızlar, uşaqlar dərsə yola saldım. Qalan bilinçlərini də bişirdim. Yeməyimizi yedik, yığışdırdım, yudum. Əti çıxartmışdım, qoymuşdum buzluqdan, açılsın, dolma, yarpaq dolması bükəcəm. O vaxta qədər çıxdım, həyətdə biraz alaqlar var idi, onları təmizlədim. Elə çıxmışkən, ötən vloqumda paylaşmışdım. Altının qabları qoyulmuşdu. Üzərinin şlanqlarına da ata hər birisini özü hazırlayıb, yəni çəkib, şlanqlarını da çəkib. İnşallah betonda töküləndə həmin hissəsində biraz çəkiş edirəm. Belə qızlar, buranı da çəkib düşürəm həyətə. Biraz alaqlar var idi, dediyim kimi onları da təmizlədim və keçdim evə. Həyətdən də eləcə öydən göyərtidən yığdım. Getdim içəridə dolmanı büküb qoydum bişməyə. Bugün şirniyyat da hazırladım. Napolyon tortu hazırladım. Onun da hazırlamağı yəni qısa da olsa çəkiş edib paylaşım etdim. Belə qızlar, gəldim evə, başladım Napolyon tortunun xəmirini yoğurmağa. Yoğurmaq dedikdə, yəni hazırlama qaydası elə qısa da olsa çəkiş edib yerləşdirdim. İnşallah bir dəfə ətraflı video çəkib paylaşım edərəm. Xəmirini yoğurdum, qoydum soyuducuya, o vaxta qədər gözləsin. Mən də başladım günortaya yeməyi hazırlamağa.
Belə qızlar, yeməyi hazırladım. Çıxan qablar var idi, onları da yudum. Həm ümumi qabları quruladım. Səhərin qablarını da yumuşdum, quruladım, yerləşdirdim. Və yeməyimizi yedikdən sonra yığışdırdım yenidən qabları yığdım. Sonra başladım Napolyon tortunu hazırlamağa. Kündələrə ayırdım. Sonra başladım bir-bir yaymağa. Yayıb bişirdikdən sonra soyudu. Zavarno belə deyim də özüm tutduğum evdə zavarno kremlə içərisində kremlədim. Əslində həmin kremin, bişmə kreminin resepti kanalımda ətraflı var. İstəyən daxil olub baxa bilər. Belə qızlar, bir-bir fətirləri yaydım. Sonra qoydum bişdi. Belə. Və belə qızlar, Napolyon tortunu da hazırladım. 2-3 saat hazırladıktan sonra soyuducuda gözlətdim, sonra kəsdim. Yəni həmin hissəsindən xırçıltısı hissəsini də yəni videoda səs almamışam ki, eşidilsin. Həqiqətən çox qəşəng, çox gözəl, dadı da çox qəşəng idi, gözəl alınmışdı. Belə qızlar, videonu burada yekunlaşdırdım. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyən işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.